Salam uşaqlar. Bugün sizlərə 8-ci sinif canlılar aləmi təsnifatı mövzusunun izahını verəcəm. Deməli, canlılar aləmi yer üzərində yayılmış bütün canlıların qidalanmasına, quruluşuna və həyat tərzinə, formasına, yaşadıkları mühitə görə fərqlənirlər. Canlıların müxtəlifliyini daha yaxşı öyrənmək, onların mühüm xüsusiyyətlərinə görə qruplaşdırır və oxşar fərqli əlamətlərindən istifadə edərək sistemləşdirmək. Və qədim dövrlərdən alimlər canlıların inkişafına, xarici və daxili quruluş xüsusiyyətinə, həmçinin digər əlamətlərinə görə canlıları qruplaşdırırlar. Məsələn, canlılar belə təsnifatı bioloji müxtəlifliyi başa düşməyə imkan verir. Bioloji müxtəliflik nədir? Bioloji müxtəliflik biz bilirik yer kürəsində yaşayan müxtəlif, məsələn, burada şəkildə görürük bioloji müxtəliflik bitkilərdir, heyvanlardır, mikroorqanizmlər. Bunlar hamısı bioloji müxtəlifliyə səbəb olur. Bax, burada bu şəkildə bioloji müxtəliflik göstərilir. Başa düşməyə imkan verir. Bu uyğun elmi nəzəriyyənin yaradılmasında, təbabət və kənd təsərrüfatının inkişafında, həmçinin ətraf mühitin qorunmasında mühüm rol oynayır. Canlıların təsnifatı böyük tarixi inkişaf yolu keçmişdir. Qədim Yunan filosofu Aristotel canlıları xarici əlamətinə görə heyvanlar və bitkilərə ayırırdı. Deməli, ilk olaraq canlıları Aristotel bitkilər və heyvanlar aləminə ayırmışdı. Onlar orta əsrlərdə əsas diqqəti dərman bitkilərin öyrənilməsinə yönəldən alimlər orqanizmlər xaotik şəkildə adlandırırdılar. Yəni, bu zaman orqanizmi qruplaşdıra bilməmişlər. Onlar orqanizmin qarışıq adları ilə xaotik, yəni qarışıq şəkildə adlandırıblar və onları qruplara bölməyiblər o zaman. Və onların öyrənməsi də bu zaman çətinlik törədirdi. Bu xaotik şəkildə adlandırma, onların qruplaşdırılmaması onların öyrənilməsinə çətinlik törədirdi dərman bitkilərinin. İntibah dövründən başlayan alimlər bitki və heyvanların geniş kolleksiyalarını araşdırıb, onların ciddi təsnifatına nail olublar. 18-ci əsrdə Karl Linne qoşa latın adlarından istifadə etməklə müasir təsnifatın əsasını qoydu. Deməli, ilk olaraq müasir təsnifatının əsasını qoyan Karl Linne olubdur. 18-ci əsrdə Karl Linne təsnifata qoşa latın adlarını gətirmişdir. Məsələn, burada Homo sapiens dərrakəli insan deməkdir. Homo sapiens və yaxud da Homo erectus, yəni dik qamətli insan da məsələn ola bilər. Bundan başqa Ribes nigra, qara qarağat və yaxud Ribes rubrum, qırmızı qarağat. Bu da Linneyin qoşa latın adlarının ilk təsnifata gətirməsinə bunlar misal göstərə bilərik. Sonra 19-cu əsrdə Charles Darwin növlərin mənşəyi ilə bağlı nəzəriyyəni yaratdıqdan sonra təsnifata canlıların qohumluq əlaqələrini də nəzərə almağa başladı. Uşaqlar, burada Linne təsnifat edərkən canlıları, onlar təsnifatda ilk olaraq növlərin xarici görünüşünə görə Linne onları bir təsnifatda bir yerə yığmışdı. İndi dərsimizdə gələn bundan sonraki mövzuda izah edəcəm Linneyi necə onları görürüm. Çünki Linneyin təsnifatı süni təsnifat adlandırırdı. O ilk xarici görünüşünə görə onları bir-birlərə sistemləşdirmişdi. Ancaq Darwinin təsnifatı daha onları qohumluq əlaqələrini nəzərə alaraq daha dəqiq təsnifat sayılırdı. Bugün müasir molekulyar biologiya və genetikanın inkişafı canlıların təsnifatını dəqiqləşdirməyə və yenidən araşdırmağa imkan yaradır. Buradan biz məlum olur bu cümlədən. Yəni, müasir molekulyar biologiya, genetika inkişaf etdikcə elm də inkişaf edir və canlıların genetikası, onların daha da biokimyəvi quruluşları öyrənildikcə təsnifatda yeni dəyişikliklər gedə bilər. Daimi təsnifat dəyişə bilər. Çünki onlar qohumluq əlaqələrini daha dəqiqləşdirdi molekulyar biologiya və genetikanın inkişafı ilə əlaqədar. Deməli, orta əsrlərdə tam malyariya və vəba epidemiyasının yayılması səbəblərini aşkar etmək üçün mikroorqanizmin düzgün təsnifatı çox vacib idi. Məsələn, 19-cu əsrdə Yersinia pestis taun törədicisi bakteriyası müəyyən edildikdən sonra bakteriyalarla mübarizə yolları daha yaxşı öyrənildi. Məsələn, taunun törədicisi, yadda saxlayın, Yersinia pestis taun törədicisi bakteriyasıdır. Vərəmin törədicisi bir bakteriyadır. Bu da 7-ci sinifdə bizə məlum idi. Düzgün təsnifat nəticəsində oxşar mikroorqanizmlər
mikroorqanizmi müəyyən etmək və onların mübarizə üsulunu həyata keçirmək mümkün oldu. Yəni bakteriyaları təsnif edəndən sonra, yəni bakteriya, mikroorqanizmləri təsnifat edən bakteriyalar aləminə təyin edəndən sonra bakteriyalarla mübarizəni artıq alimlər işləyib hazırlayıb. Bu da onlar üçün daha asan olur ki, bakterial xəstəliklərin mübarizəsində mübarizə yollarını işləyib hazırlamaq üçün. Böyük coğrafi kəşflər dövründə 15-ci, 17-ci əsrlərdə dünyanın müxtəlif yerlərindən Avropaya ya çoxlu sayda yeni canlılar, heyvan, bitkilər gətirilir. Bəzi bitki növləri oxşar olsalar da tamamilə fərqli xüsusiyyətləri var idi. Məsələn, kartof, qarğıdalı və düyü bitkilər düzgün təsnif edildikdən sonra milyonlarla insanın əsas qidasına çevrildi. Gəlin burada bizə canlılar 2 sual verir. Canlılar təsnifatının hansı əhəmiyyəti vardır? Canlıların təsnifatının əhəmiyyəti ondadır ki, bioloji müxtəlifliyi anlamağa, elmi araşdırmalar, ətraf mühitin qorunmasına kömək edir. Bu sayədə alimlər orqanizmləri dəqiq öyrənməyə, qohumluq əlaqələrini müəyyən etməyə kömək edirdi. İkincisi, canlılar aləminin təsnifatına aid fikirlərə nəyə görə dəyişib? Çünki elm inkişaf edib və elmin inkişafı ilə əlaqədar olaraq tədqiqatlar da təkmilləşməsinə gətirib çıxarırdı. Elmin inkişafı ilə əlaqədar. Bayaq burada dedik ya, mikrobiologiya, molekulyar biologiya, genetika, mikrobiologiyanın inkişafı təsnifatında yeniliklər gətirir. Sonra mövzumuz canlı orqanizmlərin təsnifatı 7.1 canlı orqanizmlərin təsnifatıdır. Burada maraq qoyma mərhələsində məktəbdə kitabxanaçı yeni kitabları qəbul edərkən onları müəyyən əlamətlərə görə qruplara ayırır və müxtəlif rəflərə yerləşdirir. Kitabxanaçı kitabları nə üçün qruplaşdırır? Çünki qruplaşdırır ki, kitabları əldə edərkən yerini rahat bilib və əldə etmək üçün rahat olsun onun üçün. O sistemləşməsi hansı prinsiplərə əsasən aparır? Sistemləşdirməni buna görə apara bilir ki, məsələn, kitabxanaçı məktəbdə yerləşdirərkən humanitar elmləri, humanitar sahəyə, təbiət elmlərini təbiət hissəyə yığır və yaxud da texniki elmləri qruplaşdırın. Və bu zaman əgər, məsələn, biologiyaya aid bir kitab götürsək, gedərik təbiət elmləri sahəsinə və yaxud da kimyaya aid bir kitab götürsək, texniki elmlərə aid, məsələn, informatikaya aid bir kitab istəsək, texniki elmlər bölməsinə gedərik. Bunu daha asan kitabı əldə etmək daha asan olur. Təbiətlə yaxından tanış olduqda insanı ilk təəccüblənən canlı aləmin müxtəlifliyidir. Belə müxtəlifliyi öyrənmək üçün ilk növbədə canlıları stepləşdirmək lazımdır. Biz bilirik ki, burada canlılar aləmi müxtəlifliyə aid bir şəkil verir, müxtəlifliyə aid bir. Biz görürük ki, çoxlu canlılar aləmi dedikdə bir sıra canlılar nəzərdə tutulur. Məsələn, bitkilər var, heyvanlar, bakteriya, göbələklər, mikroorqanizmlər var. Bunlar artıq qruplaşdırılır. Bitkilər aləmi, baxın, bitkilər aləmi bir hissəyə yığılır. Bakteriyalar, bir hüceyrəlilər bir hissədə, göbələklər bir hissədə, bakteriyalar və yaxud da heyvanlar aləmi. Bu artıq qruplaşdırılır. Biz əgər bunu qruplaşdırsaq daha asan, bu bizim öyrənməyimiz üçün daha asan olar. Canlılar orqanizmlərin müxtəlifliyini öyrənən, onları təsviri, təyini, təsnifatı ilə biologiya elminin sistematika sahəsi məşğul olur. Canlı orqanizm müxtəlifliyinin ümumi planını tərtib etmək, mürəkkəb sistemi nizama salmaq üçün təsnifatda göstərilən sistematik kateqoriyalardan, təsnifat vahidlərindən istifadə edir. Təsnifat vahidi, bax bunlar, məsələn, aləm, tip, sinif, dəstə, fəsilə, cins, növ, bunlar təsnifat vahidləri və sistematik kateqoriyalardır. Sistematik kateqoriyalardan ən böyüyü, təsnifat vahidinin ən böyüyü aləmdir, ən kiçiyi isə növdür. Burada bizə piramida verilir. Piramidanın aşağı hissəsində məsələn aləmi qoyarıq, ən geniş aləmdir. Sonra ən kiçiyi isə növdür. İndi təsnifatda misal göstərək, məsələn, heyvanlar aləmi deyəndə bizdə təsnifatda, aləm deyəndə
heyvanlar aləminə bir sıra heyvanları daxil edə bilərəm. Məsələn, heyvanlar aləminə onurğalılar, onurğasızlar aid eləyə bilərəm. Onurğalılar, məsələn, heyvanlar aləminə deyəndə mollyusklarda, suda quruda yaşayanlar da, sürünənlər də, quşlar da, məməlilər kimi bir sıra ağlımıza gələn heyvanlar gəlir. Və məsələn, onları bu heyvanlar aləmi deyəndə bunlar ağlımıza gəlir və onlar artıq tipə getdikcə daha bölünür, daha azalır. Heyvanlar aləmi deyəndə, məsələn, biz burada məsələn heyvanlar aləmi bir nümunə göstərsək, heyvanlar aləminə verərəm pişikləri məsələn aləmdən yuxarı növdən düşsək aşağıya. Məsələn, heyvanlar aləminə pişikləri verək. Məsələn, pişiklər heyvanlar aləminə aiddir. Tip olaraq xordalılar tipi deyərəm mən. Xordalı. Sonra sinif olaraq məməlilər sinifi deyərəm. Məməlilər sinifi. Sonra dəstə olaraq yırtıcılar dəstəsi. Yırtıcı. Fəsilə pişik kimlər? Pişik kimlər? Kimlər? Cins pişik. Pişik, məsəl və növ ev pişiyi deyə bilərəm. Buna deyil. Yəni biz burada məsələn heyvanlar aləmindən bir nümunə verdim. Yəni aləm deyəndə bir çox heyvanlar nəzərdə tutulur. Amma xırdalar kateqoriyalara bölündükcə fikir versəz artıq ev pişiyində dayandı. Yəni ən xırda, ən böyük deyəndə sistematik vahid aləm deyirik. Ən kiçik sistematik vahid deyəndə növ deyirik. Deməli, burada növün bir tərifi də verilibdir. Növ quruluşca və fizioloji cəhətdən irsən oxşar olan, sərbəst çarpazlaşıb, döllü nəsil verən, təbiətdə müəyyən ərazidə yaşayan, tarixən formalaşan fərdlər cəmidir. Növün tərifini biz ilk olaraq 7-ci sinif dərsliyində növün tərifi ilə qarşılaşmışdıq. Burada, məsələn, 7-ci sinifdə bizə verilmişdi. Yenə növ təbiətdə sərbəst çarpazlaşıb və döllü nəsil verir. Ancaq orada bizə verilmişdi at və eşək növlərini. Məsələn, atın dişi atla, madyanla eşəyin çarpazlaşmasından qatır yaranmışdı. Qatır isə çarpazlaşa bilmir və döllü nəsil verə bilmir. Buna görə də qatırı biz növ adlandıra bilmirdik. Bu kitabda dərslikdə 7-ci sinif dərsliyində bizə verilmişdi. Növ, məsələn, at ayrı-ayrılıqda at növü çarpazlaşıb döllü nəsil verir. Eşək də növü çarpazlaşıb öz eşək növü ilə çarpazlaşıb döllü nəsil verir. Ancaq atla burada məsələn atla eşəyin çarpazlaşmasından madyan, dişi ata madyandır. Yəni çarpazlaşmasından qatır əmələ gəlir. Qatır yaran və qatır çarpazlaşa bilmir və nəsil də verə bilmir. Buna görə də bunun qatırı növ adlandıra bilmirdik. Xatırladırsınızsa. Deməli, burada bizə bir sistematik kateqoriyalar haqqında fəaliyyət verilibdir və bu fəaliyyətdə daha yaxşı anlamaq olacaq kateqoriyaları. Deməli, fəaliyyətdə bizə burada şəkildə daha böyük aləm verilib. Fikir versin, aləmin içərisində çoxlu tiplər var. Bunlar hərqəvi şəkildə tipləri misal göstərir. Çoxlu tiplər var. Aləmin içərisində çoxlu tip. Məsələn, heyvanlar aləminin bir sıra tipləri var. Qurtlar tipidir, xordalılar tipidir, sonra mollyusklar tipidir. Məsələn, misal göstərirəm, tip verə bilir. Bu tiplər isə təzədən tiplərin içərisində bir sıra siniflər var. Bax, burada. Tiplərin içərisində bir sıra siniflər var. Bunu bizə üçbucaq şəkildə veriblər. Siniflərin içərisində dəstələr var, oval şəkildə verib. Dəstələrin içərisində fəsilələr var. Fəsilələrin içərisində cinslər var. Cinslər də növlərə mələk. Ən sonda növlər dayanır. Eyni buna biz baxsaq, piramidaya da baxsaq, yenə də heyvanlar aləmi, aləmlər, sonra tip gəlir. Tipdən sinif. Sinif dəstə, dəstə fəsiləyə, fəsilə cins, cinsdən növə bölünür.
Bunu bu cür də deyə bilərik. Məsələn, növlər birləşir cinslərdə. Baxın, buradan belə. Növlər cinslərdə birləşir. Cinslər fəsilələrdə birləşir. Fəsilələr dəstələrdə, dəstələr sinifdə, sinif tipdə, tip isə aləmdə bilir. Bu heyvanlar aləmi. Eyni ilə bunu bitkilər aləmi üçün də deyə bilərik. Birləşirlər. Və yaxud da belə bir məsələn belə bir yazıda yaza bilər. Bəlkə belə də yadda qalır. Aləmlərə bölünür tiplərə. Məsələn, fərqli tiplərə bölünür. Bunu eyni ilə bitkilərə də deyir. Tiplər siniflərə bölünür. Sinif. Məsələn, bu da sinif. Burada məsələn sinif qoya bilərəm. Qısa yazıram, sinif qoya. Siniflər təzədən bölünür dəstələrə. Dəstə. Hamısı bir dəstəyə bölünür. Bunlar da bir dəstələrə bölünür. Dəstə. Dəstələr fəsiləyə bölünür. Hamısı fəsiləyə bölünür. Buradan da fəsilələr təzədən bölünəcək. Hara? Cinsə bölünəcək. Cinsə, bu da cinsə. Cinslər də təzədən bölünəcək, məsələn, növlərə. Bu sizə daha yaxşı yada qalmaq üçün bəlkə bir misal ola bilər. Yəni, hamısı bir bölünə azalacaq, növə qədər gələcəkdir. Deməli, ümumi olaraq aləmdir. Ümumi əlamətlər, məsələn, burada bizə verir ən çox ümumi xüsusiyyətləri özündə cəmləşdirən sistematik kateqoriyanı göstərən fiquru müəyyən edin. Ən çox ümumi əlamətləri göstərən ümumi aləmdir. Çünki aləmdə daha bir sıra əlamətlər olacaqdır. Məsələn, bunlara verə bilərik biz heyvanlar, burada bizə tip verdiyinə görə heyvanlar aləmi verilibdir. Tipi, məsələn, burada Homo sapiens, bayaq dərrakəli insan dərsin əvvəlində verirdi. Onu məsələn növ olaraq Homo sapiensdir. Amma insanı biz qrafikdə qoysaq, heyvanlar aləmindən tip olaraq xordalılar tipinə deyəcək. Xordalılar tipi. Xordalılar tipindən sinif olaraq məməlilər sinifi. Dəstə olaraq primatlar dəstəsi. Fəsilə olaraq homonidlər. Cins olaraq homo. Növ olaraq bayaq keçdik. Homo sapiens. Dərrakəli insan. Yəni Homo sapiens bölünürdü. Uşaqlar, bir də burada piramidaya diqqətlə baxsaq, yəni bitkilər və heyvanları təsnifatına baxsaq, görəcəyik ki, təsnifatda baxın, növ eynidir, cins. Burada fərqli yer var. Sinif, sıra, bitkilərdə sıra, heyvanlarda dəstə. Bir bu hissədə fərqliliklər var. Sıra ilə dəstə olan hissədə. Birdən şöbə ilə tip. Bitkilərdə şöbə, heyvanlarda tipdir. Ona görə də biz bu fəaliyyət hissəsində dedik ki, burada heyvanlara aid bir xüsusiyyət verməliyik biz. Məsələn, bayaq bunu pişiklərdə də misal göstərdim. Bura yenə yazan pişiklər, heyvanlar aləmi, məməlilər sinifi, heyvanlar aləmi tip olaraq xordalılar tipi, məməlilər sinifi, dəstə olaraq yırtıcılar dəstəsi, fəsilə olaraq pişik kimilər fəsiləsi, cins olaraq pişik, növ olaraq ev pişiyi. Deməli, ümumi əlamətlərə getdikcə oxşarlıq və qohumluq ümumi əlamətlərə fərdi xüsusiyyətlər növə doğru getdikcə burada fərdi xüsusiyyətlər artır. Növə doğru getdikcə fərdi xüsusiyyətləri artır bizdə. Yəni, fərdi xüsusiyyətlər növün ona aid olan xüsusiyyətləri artır. Aləmdə isə ümumi olaraq bir sıra heyvanları nəzərdə tuta bilərik. Sonra elmə qoşal atan adlarını bina nomenklaturanı daxil edən İsveç alimi Karl Linné olmuşdur. Bu prinsipə görə adlandırılan hər bir orqanizm birinci söz onun hansı cinsə, ikinci söz isə hansı növə mənsub olduğunu göstərir. Məsələn, burada verir bizə Ranunculus acris və yaxud da
yəni Asiya qaymaq çiçəyi, məsələn, yandırıcı qaymaq çiçəyi, bir də Asiya qaymaq çiçəyi Ranunculus asiatus. Burada birinci söz onun hansı cinsinə, yəni Ranunculus, ikinci söz isə onun hansı növünə aid olur. İkisi birlikdə isə növü bildirir. Deməli, birinci söz hansı cinsə, birinci söz. Yəni, Ranunculus cinsdir, qaymaq çiçəyinin cinsidir. Akris, məsələn, yandırıcı qaymaq çiçəyi və yaxud da Asitius, Asiya qaymaq çiçəyi, bu isə növdür. Deməli, birinci söz cinsə, burada yazılır, bir işarə ilə, birinci söz cinsə, bu cinsdir. Hər ikisi birlikdə isə növə aiddir. Bax, birinci bu cinsdir. Hər ikisi birlikdə isə növü bildirir. Növə aid xüsusiyyətdir. Deməli, burada Ranunculus sözü bitkinin hansı cinsə, Asiatus isə hansı növə mənsubluğunu göstərir. Müasir dövrdə bina nomenklaturasından istifadə edilir. Yəni, Linneyin nomenklaturası hələ də müasir dövrdə istifadə olunur. Deməli, canlılar sistemləşən ilk elmi təsnifatı yaradan alim Karl Linne olmuşdur. Onu canlıların növ, cins, dəstə, sinif kimi üzrə qruplaşdırmışdır. Uşaqlar, Linneyin təsnifatında 4 kateqoriya vacib idi. Bunlardan növ, cins, dəstə və sinifdir. Bunlardan növ, cins, sinif üçü həm bitkilərə, həm heyvanlara aiddir. Burada dəstə isə yalnız heyvanlara aid idi. Deməli, yada saxlayın, Linne təsnifatından 4 kateqoriyadır. Növ, cins, dəstə, sinif. Növ, cins, sinif bitki və heyvanlara aid idi. Dəstə isə yalnız heyvanlara aid idi. Linne sistemləşməsi nəzərdə çarpan bir neçə xarici əlamət və çoxalma xüsusiyyətinə görə aparırdı. Nəticədə qohum olmayan növlər səhvən bir qrupa aid edilirdi. Bu səbəbdən də Linne təsnifatı süni təsnifat sayılırdı. Müasir təsnifatı isə qohumluq əlaqələri, yəni mənşə müxtəlifliyi və müxtəlif yaşlarda olan əlamətlərin cəmi, bir sıra digər xüsusiyyətlər nəzərə alınır. Deməli, Linneyin təsnifatı niyə süni? Linne xarici görünüşünə görə sistemləşdirmişdi növləri, qruplaşdırmışdı canlıları. Məsələn, Linneyə təsnifatına uyğun məsəl deyə bilərik. Xarici görünüşünə görə balıqlarla balina bir-birinə bənzəyir. Amma biz bilirik ki, balıqlar aiddir və balina isə məməlilər sinfinə aid. Balıqlar sinfinə, balina məməlilər sinfinə aid. Amma xarici görünüşünə görə bir-birinə çox bənzəyir. Yəni, analoji orqanlar əmələ gəlmişdir, üzgəclər əmələ gəlmişdir, suda yaşamaya uyğun olaraq xarici görünüşünə görə bir-birinə çox bənzəyir. Əgər Linneyin təsnifatı olsaydı, bunları hamısını eyni qruplaşdı. Yəni, balıqlarla balinanı və yaxud da delfin də balina da hər ikisi məməlidir. Onları eyni yerə aid edirdi Linne. Bu xarici, amma müasir sistematika bunu eləmir. Çünki onların qohumluq əlaqələrini, onların daxili quruluşuna nəzərə alır, genetik quruluşlarını da nəzərə alır buna. Buna görə də yeni təsnifat sistemi daha dəqiq təsnifat sistemi adlanır. Ona görə də Linneyin təsnifatı süni təsnifat sayılırdı ki, xarici görünüşünə baxıb yığırdı eyni qruplara. Canlıların həmçinin hüceyrə quruluşuna, qidalanma tiplərinə və digər xüsusiyyətinə görə də qruplara bölünür. Gəlin burada Linneyin biologiya üçün 4 vacib amil irəli sürdü. Məsələn, canlıları birincisi o idi, sadə əlverişli taksonomik vahid yaradıbdı, birincisi olaraq. İkincisi olaraq öz sisteminin üzrə bitki və heyvanları təşkil edibdi, öz tematikası üzrə. Üçüncüsü, bitki heyvanlar üçün növ anlayışını müəyyən etmişdi Linne. Dördüncüsü isə 2 qat latin adlarını nomenklaturaya gətirmişdi. Linneyin süni təsnifatı oldu təsnifatı. Bundan sonra, Linnedən sonra 1969-cu ildə Robert Whittaker tərəfindən irəli yeni təsnifat sürüldü. Onun təsnifatı canlıları 5 aləmə bölmüşdü və onlar canlı aləmin
bölməsinə bir sıra xüsusiyyətləri nəzərə almışdı Uytiker. Canlıların hüceyrə quruluşuna, qidalanma tipinə və digər xüsusiyyətinə görə, məsələn, digər xüsusiyyətləri də aiddir. Məsələn, hərəkəti, çoxalması, çoxalma xüsusiyyəti və həyat sikli bunlara aiddir. Məsələn, digər xüsusiyyətlərinə hüceyrə quruluşu, qidalanma tipi, hərəkəti, sonra həyat sikli, sonra çoxalmasına görə burada da yazım 1969-cu ildə Robert Whittaker Robert Whittaker 5 aləmə canlıları ayırmışdı. Onlar alimlər orqanizmlə ən böyük orqanizm qrupları olan aləmlərə bölmək üçün onun daha ümumi xüsusiyyətlərindən istifadə ediblər. Növlərə keçdikdə canlı orqanizmlərin xüsusiyyətləri fərqli olur. Başqa sözlə, eyni növə və ya eyni cinsə malik olan iki orqanizm oxşar əlamətləri eyni fəsiləyə, lakin müxtəlif növlərə və ya cinsə aid olan orqanizmlərin oxşar əlamətlərindən daha çoxdur. Yəni, növlər daha çox deyir, növlərə keçdikdə canlı orqanizm xüsusiyyətləri fərqli olur. Yəni, artıq hər bir orqanizm, məsələn, burada bizdə A və B-də baxsaq, Ranunculus acris, yandırıcı qaymaq çiçəyi növü verilib. B-də isə Ranunculus aciatus, Asiya qaymaq çiçəyi. Baxsaq, hərəsinin özünün fərqli xüsusiyyətləri var. Yəni, növlərin hərəsinin özünün fərqli. Məsələn, bunun rəngi sarıdır, amma bunun rəngi qırmızıdır. Fərqli özünə aid xüsusiyyətləri var. Sonra, eyni növə və eyni cinsə mənsub olan iki orqanizmin oxşar əlamətləri eyni fəsiləyə və ya lakin müxtəlif növlərə və ya cinsə aid olan orqanizmin oxşar əlamətlərindən daha çoxdur. Baxın, burada bu cümlənin izahı, burada baxsaq, aləmlərə oxşar əlamətləri, məsələn, növlərin oxşar əlamətləri bir-birinə aid olan fərqli xüsusiyyətlər daha azdır, eyni növ. Amma taksonomiya artdıqca cinsdə, fəsilə, sıra və oxşar əlamətləri daha çoxalır. Sonra burada təsnifat prinsipləri verilir. Təsnifatın prinsipləri hüceyrənin təbiəti, orqanizmin təşkili və qidalanma tipinə görə 3 prinsipə bölübdür. Hüceyrə təbiətindən, məsələn, hüceyrə təbiətinə görə prokaryot və eukaryotlara, prokaryotları bilirik ki, hüceyrəsində formalaşmış nüvəsi olmayan orqanizmdir. Məsələn, bunlara bakteriyalar aid idi, prokaryotlara. Şəkildə də elə bakteriyanın şəkli veribdir prokaryotlarda. Eukaryotlarda isə hüceyrəsi formalaşmış nüvəsi olan orqanizmlərdir. Yəni, canlılar aləmində, məsələn, prokaryot və eukaryotlara, hüceyrə quruluşuna görə prokaryot və eukaryotlara bölünür. Ancaq prokaryota yalnız bakteriyalara aiddir, digərləri isə eukaryotlara aiddir. Orqanizmin təşkili səviyyəsi bir hüceyrəli və çox hüceyrəlilərə bölünür. Məsələn, bir hüceyrələrdə şəkildəki amöbə veribdir. Bir hüceyrələr bədən yalnız bir hüceyrədən ibarət olunur. Bütün həyati proseslərdə bir hüceyrə daxilində gedir. Çox hüceyrələr isə bədən çoxlu hüceyrələrdən ibarət olunur və hüceyrələr təşkil olmuş, hüceyrələr birləşir, məsələn, toxumalara, toxuma orqanları təşkil səviyyələrinə, orqanizm təşkil səviyyələrinə əmələ gətirir, çox hüceyrəlilər. Bir hüceyrədə isə yalnız bir hüceyrə var. Sonra qidalanma tiplərinə görə avtotrof və heterotroflara bölünür. Avtotroflar bilirik ki, özləri üçün qida hazırlaya bilən canlılardır. Bunlara bitkilər aləmi, məsələn, bitkilərdən ən çox bitkilər aid edə bilərik. Özləri üçün qida hazırlayan canlılara. Heyvanlar aləmində də var istisnalar, amma ən çox bitkilərə aid edə bilərik. Heterotrof qidalananlar isə ən çox heyvanlara aid edə bilərik. Bunlar hazır üzvü qidalarından qidalanan canlılardır. Canlı orqanizm aləmlərini burada verib. Aləmləri 5 aləmə bölünür. Müasir sistematikada canlıları 5 aləmə bölmüşdür. Bunlara bakteriyalar, protistalar, göbələklər, bitkilər və heyvanlar aiddir. Burada canlı orqanizmlərin müxtəlifliyi. Bunlardan yalnız bakteriyalar prokaryotlara aiddir, yəni nüvəsiz orqanizmlərə aiddir. Digərləri isə, burada qeyd edeyim, yalnız bakteriyalar, prokaryotlar.
prokaryotlar. Digərləri isə bax bunlar eukaryotlar. Yəni nüvəli prokaryot nüvəsizlərdir. Qalanlar isə eukaryotlara aiddir. Canlı orqanizmlərin müxtəlifliyi. Müasir dövrdə canlılar 5 aləmə bölürlər. Bakteriya, protistalar, göbələk, bitki və heyvanlar aləmi. Canlı orqanizmlər həmçinin bir hüceyrəli və çox hüceyrəlilərə bölünürlər. Bir hüceyrəli, çox hüceyrəli götürsək, bakteriyalar, bir də protistalar bir hüceyrəlilərə aid edə bilərik. Qalanları isə çox hüceyrəlilərə aid edə bilərik. Buradan da yuxarıdan da bunu qeyd edeyim. Bir hüceyrəli qısa yazıram. Bunlar isə çox hüceyrəli. Bu üçü də çox hüceyrəli. Deməli, deyir ki, bakteriya protista bir hüceyrəli orqanizmlərdir. Bakteriyalar prokaryotlara, protistalar isə eukaryotlara aiddir. Aha. Protistalara aid olan canlılar arasında həm yosunlar kimi avtotroflara, həm də infizorlar kimi və amöblər kimi heterotroflara da rast gəlinir. Bunlarla yanaşı həm qidalanma tipi mühitdən asılı olaraq dəyişən evqlina canlılara da rast gəlinir. Deməli, gəlin burada bizə canlılar verilibdir. Bunları izah edək. Bizə birinci amöb veribdir. Amöb yalançı ayaqlar, bu amöbün yalançı ayaqlarıdır. Yalançı ayaqlar və yığılıb açılan vakualı, ifrazat vakualı və nüvəsi. Amöbün nüvəsi. Amöb heterotrof yolla qidalanan orqanizm hazır üzvü maddə ilə qidalanır. Sadə bölünmə yolu ilə çoxalır. Qıcığa cavab verəndə yalançı ayaqlarını yığa bilir. Sonra infizor tərlik verilib. İnfizor tərlik ağız dəliyi var. Yəni heterotrof yolla infizor tərliklə heterotrof yolla qidalanan orqanizmdir. Və tullantı dəliyi, burada tullantı dəliyi, sonra 2 ədəd yığılıb açılan ulduz şəkilli ifrazat vakualı, bir böyük nüvə, bir kiçik nüvəsi var. Kiçik nüvə cinsi prosesdə, bölünmədə, böyük nüvə isə digər həyati proseslərdə iştirak edir. Həm cinsi, həm qeyri-cinsi yolla çoxalır. Cinsi yol konjugasiya yolu ilə gedir. Üzəri kirpiklərlə örtülüdür. Hərəkətində kirpiklərin köməyi ilə hərəkət edir. Sonra yaşıl evqlena. Evqlena avtotrof yolla, məsələn, burada da avtotrof yolla qidalana bilən orqanizm, məsələn, evqlenanı bizə vermişdi. Baxın bu cümlədə protistə aid olan canlılar arasında həm yosunlar kimi avtotrofa, evqlena özü də avtotrof, yosunlar kimi avtotrof yolla qidalana bilən canlıdır. Fikir versəniz, üzərində xromatoforlar, məsələn, xromatoforları var, yaşıl rəngdir. Xromatofor yaşıl rəngli xlorofil pigmenti var burada, xlorofil pigmenti var və bu da onların avtotrof yolla qidalanmasına kömək edir. Sonra qamçıları var, üzərində qamçısı və qamçı hərəkətə xidmət edir bədənin ön hissəsində. Bundan başqa qırmızı, işığa həssas qırmızı gözcüyü var. Fikir versəniz, evqlena ilə yosunlar bir-birinə çox bənzəyir. Amma evqlenada məsələn, bundan başqa nüvəsi var. Evqlenanın qeyri-cinsi yolla çoxalırlar. 2-yə bölünmə yolu ilə çoxalırlar. Sonra burada bizə yosunların şəklini veribdir. Yosunlar da xlorella və evqlena yosunların şəklini. Yosunlar da məsələn qamçısı xlorella və xlamidana da yosunu verilib. Xlorella yosununda xromatofor kasa şəkillidir, nüvəsi var və qamçıları yoxdur. Xlamidanada yosunu isə cüt qamçısı var, qırmızı gözcüyü var, xromatoforu, kasa şəkilli xromatoforu var, işığa həssas qırmızı gözcüyü. Sonra yığılıb açılan vakualı var. Xlamidanada yosunu qeyri-cinsi və cinsi yolla çoxala bilir. Amma xlorella yosunu isə yalnız qeyri-cinsi yolla 2-yə bölünmə yolu ilə çoxalırdı. Məsələn, evqlena işıqla fotosintez baş verir, qaranlıqda isə heterotrof yolla qidalanır. Deməli, evqlenanı biz dedik onda həm avtotrof yolla qidalanır, həm də heterotrof yolla qidalanan canlılara aiddir. Məsələn, burada amöblə infizor tərliyi heterotrof yolla qidalanır. Burada işarədir. Bunlar heterotrof. Ancaq
Bu həm heterotrof, avtotrof, həm avtotrof, həm də heterotrof yolla qidalanır. Protistalar, qamçılar, kirpiklər və yalançı ayaqlardan istifadə edərək müxtəlif üsullarla hərəkət edir. Baxın, yalançı ayaq desə amöbdədir, kirpiklər infizor tərlikdə, qamçı evqlenada, bundan başqa qamçı yosunlarda da qamçılar var və bunlar sayəsində hərəkət edirlər. Protista, onların müxtəlif quruluşlu hüceyrə qılafı, xromatoforlar, fərqli xromatoforlarını gördük. Evqlenada da xromatofor var, yosunlarda da xromatofor var. Fərqli gedən həyat sikləri müşahidə etmək olar. Protistaların koloniya halında yaşayan nümayəndələri də var. Məsələn, Volvoxu misal göstərə bilərik. Buna Pandoriyanı və Ganiumu misal göstərə bilərik. Hazırda protistaların təsnifatı tam formalaşmayıb, onların müxtəlif xüsusiyyətlərini istifadə olunaraq araşdırılmış məlumatları sistemləşdirmək cəhdləri davam edir. Burada öyrəndiləriniz tətbiq edin hissəsində bizə piramida verilir və bunda bu hissədə piramidaya əsasən düzüləcəkdir. Gəlin, birinci 7 piramidanın ən geniş hissəsi. Bura nə olacaq? Bitkilər aləm olacaqdır. Deməli, burada bitkilər aləmi beyni qoyaram 7-yə. 6-cı hissəyə gələrəm. Bitkilər aləminə hansılar aid idi bizdə? Şöbə geyini qoyaram. Çiçəkli bitkilər şöbəsi. Aləmdən sonra şöbə gəldi. Şöbədən sonra 5-cinə qoyaram. Birləpəlilər sinfi, sinifdən sonra gəlirdi. 4-cünə qoyaram qırtıçkimilər sırası, sinifdən sonra sıra gəlirdi, yeni qoyaram. 3-cünə qoyaram C, qırtıçkimlər sıradan sonra fəsilə. Fəsilədən sonra cins, çovdar cinsi, sonra isə növ gəlirdi. Burada əkin çovdarı növü. İndi gedək, birlikdə deyək ki, bitkilər B deyəcək, bitkilər aləmi, bitkilər aləmindən sonra çiçəkli bitkilər şöbəsi, sonra birləpəlilər sinfi, birləpəlilər sinfindən qırtıçkimlər sırası, sıradan sonra qırtıçkimlər fəsiləsi, fəsilədən sonra çovdar cinsi, sonra isə əkin çovdarı növü. Sonra istənilən iki aləmin fərqli və oxşar cəhətlərini müəyyən edin. Məsələn, bitkilər və heyvan aləmi deyərik. Onların fərqli oxşar xüsusiyyətləri odur ki, avtotrof qidalanır, heterotrof qidalanır, hərəkət xüsusiyyətləri, çoxalmada fərqlər deyə bilərik. Canlı orqanizmləri qruplara bölünməsi iki əsas səbəbini göstərin. Yenə də oxşar fərqli xüsusiyyətləri və asan oxşar fərqli xüsusiyyətləri öyrənməklə onları asan öyrənmək, yadda saxlamaq olur. Təsnifat sistemi dəyişə bilərmi və nə üçün? Təsnifat sistemi daimi dəyişə bilər. Çünki elm inkişaf etdikcə, genetika elmi və yaxud da ki, biologiya elmləri inkişaf etdikcə təsnifatda da yeni dəyişikliklər gedir. Canlıların genetik məlumatları öyrənildikcə təsnifat da dəyişə bilər. Yaxın növlər seçilə bilər.